Deməli uşaqlar, bu gün sizinlə biz Misir mövzusu izahına baxacağıq. Misir Afrikanın şimal-şərqində yerləşir və Nil çayının ətrafında yerləşir. Herodot Misrə yerin dövləsi deyirdi və biz Misri iki zonada öyrənəcəyik sizlərlə. Şimali Misir, Cənubi Misir. Şimali Misrə aşağı Misir deyilir, Cənubi Misrə yuxarı Misir deyilir. Bunun da səbəbi nədir? Misir dedik ki, Nil çayının hövzəsində yerləşmiş olur və başlanğıc Nil çayında buradan götürülür. Gəlir Aralıq dənizə töküldüyü üçün biz şimala, aşağı Misir kimi baxırıq. Cənuba, yəni Nil çayının töküldüyü Aralıq dənizi hissəsinə yuxarı Misir demiş oluruq. Misirin xəritəsi sizə testlərə düşmüş olacaq deyənəm, testin üzərindən şəkilli bir formada izah edirik. Deməli, testlərdə Misiri tapmaq üçün nə edirsiniz? Bu üç bucaq şəklini yəqin hər kəs görmüş olur. Bu Sinay yarımadasıdır. Sinay yarımadasının soluna baxacaqsınız. Yəni Aralıq dənizinin ətəyinə. Misir burada yerləşmiş olur. Daha sonra isə testlərdə Het dövləti lazım olacaq ki, Misirlə Het bir müddət müharibə aparıb. Bu indiki Türkiyə ərazisidir. Baxın, bu ümumilikdə indiki Türkiyədir və Het Anadolu ərazisində yerləşmiş olur. Yəni Misirin Aralıq dənizi sahilində digər qonşusu Het dövlətidir. Yəni üzbəyizdir bunlar. Daha sonra siz Fələstinin yerini bilməlisiniz. Burada Finikiya var, burada Suriya var. Necə yadda saxlayırsınız ki, yerlərini çaşdırmayasınız. Fələstin və Finikiya demək olar ki, ikisi də fona başlayır. Sadəcə əlifba sırasında Fələstin əsi, Filistin İ'si. Ə İ'dən daha əvvəl gəlir əlifbada düzdür. Ona görə Fələstin birinci yadda saxlayırsınız. Finikiyanın sonra Suriyanın da sırasından onu ən sonda yadda saxlayırsınız ki, arıcılıq el olur. Sonra gəlir nə? Nil vadisində deyirik ki, insanlar daşqınlardan qorunmaq üçün bəndlər tikirlər. Bu bəndlərdə onlar dambalar adlandırırlar. Bu termin baxımından Misir mövzusunda sizə lazım olacaq. Daha sonra yuxarı ərazidə yerləşən əkin sahələrini sulamaq üçünsə onlar şadufdan istifadə edəcək deyəcəyik. Daha sonra Nil çayı ətrafında siz 40-a yaxın kiçik dövlət öyrənirsiniz ki, bunu testlərdə bəzən nom kimi rast gələ biləcəksiniz. Bunu yadda saxlayın ki, Misir vahid dövlət olmadan öncə nomlar var. Yəni, bu nomların apardığı mübarizə, fəaliyyət Misir dövlətinə aid deyil. Çünki nomların apardığı mübarizənin nəticəsində yuxarı aşağı Misir qalır. Ən sonda da yuxarı Misir qalib gəlmiş olur və ondan sonra vahid Misir dövləti yaranmış olur. Və eradan əvvəl 4-cü minilliyin sonunda deyirik ki, vahid Misir dövləti formalaşır və onun ilk paytaxtı Memfis olur 4-cü minillikdə. Yəni 40-a qədər nom birinci mübarizə aparmış olur. Sonra 2 dənəsi qalır, yuxarı və aşağı Misir. Ona görə sonra yuxarı Misirdə mübarizə aparır aşağı Misirinə qarşı. Yuxarı Misir qalib gələcək 4-cü minilliyin sonunda. Ondan sonra Misir deyilən vahid dövlət formalaşacaq. İlk paytaxtı da olacaq Memfis şəhəri. Daha sonra gəlir idarə etmə sisteminə. Misirli dövlətin başında Firon durur. Firon sözü mənası böyük ev deməkdir. Firon özü qeyri-məhdud hakimiyyətə malik idi. Baxın, bir var məhdud hakimiyyət, bir də var qeyri-məhdud hakimiyyət. Qeyri-məhdud hakimiyyət olur ki, sizin səlahiyyətlərinizi heç kim qarışa bilməz. Siz istənilən qanunu verə bilərsiniz, istənilən şəxsi vəzifəyə qoya bilərsiniz və istənilən şəxsi vəzifədən kənarlaşdıra bilərsiniz. Yəni, bütün səlahiyyət sizə məxsusdur. Ona görə deyirik ki, hakimiyyət qeyri-məhduddur. Məhdud deyildikdə, məsələn, İngiltərə 13-cü əsrdə qeyri-məhdud yox, məhdud olub. Onun da səbəbi odur ki, onlarda parlament hökmdarın işinə müdaxilə edə bilirdi. O artıq məhduddur. Yəni, sizin səlahiyyətlərinizə müdaxilə edən bir orqan varsa, sizin hakimiyyətiniz məhdud sayılır. Yox, əgərlərim heç kim sizin verdiyiniz qərarlara, qanunlara qarışmırsa, siz qeyri-məhdud hakimiyyətə maliksiniz. Daha sonra bütün hakimiyyət dövlətdə Fironun əlində cəmləşmişdi. Firon həm də ordunun baş komandanıdır. Bəzi testlərdə yazırlar ki, ordunun rəhbəri çatidir, yəni hərbi işlər çatiləndir deyilən bir variant düşür testlərdə. O səhvdir. Siz hərbi rəhbər olaraq həmişə Fironu götürməlisiniz. Daha sonra Firon qanunları verən şəxsdə həmçinin qaydaları müəyyən edən şəxs odur. Firon canişin və məmurları vəzifəyə təyin eləmək hüququna malikdir. Daha sonra hökmdarı, yəni Fironu biz Tanrının yer üzərində təmsilçisi hesab edirik. Bu Hun və Şumer mövzusunu keçəcəyik ki, yenə oxşar cəhət sayacaq. Yəni Misirdə, Şumerdə və Hunda deyirik ki, hökmdarlar Tanrının yer üzərində təmsilçisidir. Yəni Tanrıdan gələn bir hakimiyyət var, onlara deyirik. Hakimiyyət irsən keçir, yəni atadan oğula və ya qardaşdan qardaşa ötürülmüş olur.
Daha sonra Çayti vəzifəsi var dövlətdə. Çayti ali məmurdur. Onu daha çox Firon vəzifəyə təyin edilir və ən çox da öz orqanlarından təyin edilmiş olur. Daha sonra kahin. Kahin dini işlərə baxan şəxsdir. Sonra siz əhalinin təbəqələrini öyrənirsiniz. Birinci təbəqə məmurlardır, yəni varlı şəxslər. İkinci kahinlər, yəni dini şəxslər. Üçüncü kəndlilər. Dördüncü sənətkar qullar. Ən sondakı qulları öyrənirsiniz ki, qullara biz Misirdə canlı ölülər deyəcəyik. Bir neçə mövzuda qullara verilmiş adlar var ki, bunlar suallara düşmüş olur. Misirdə isə canlı ölülərdir mənası. Daha sonra Firon əsas dayağı dövlətdə təbii ki ordu hesab olunurdu və eradan əvvəl 2-ci min ortaları Misirdə dövlətin ən güclü dövrü sayılmış olur. Siz 2-ci minillikdə yaşamış 3 dənə hökmdar öyrənirsiniz. 1-ci Tutmos, 3-cü Tutmos və 2-ci Ramzes. 1-ci Tutmosun dövründə deyirik ki, Fələstin Suriya işğal edilmiş olur, həm də Nubiya. Nubiya bu arada yuxarı Misirdə yerləşmiş olur. Bunu da yadda saxlayırsınız. Misirin şimal sərhədləri ilk dəfə Fərat çayına qədər məhz 1-ci Tutmosun dövrünə çatmış olacaq. Testlərə bəzən şimalın yerinə cənub yaza bilirlər və ya Fəratın yerinə Dəclə yaza bilirlər. Bu sizi çaşdırmasın. Həmişə fikir verməlisiniz ki, şimal olsun və Fərat sözü yazılmış olsun. 3-cü Tutmosun dövrü də testlərə tez-tez düşmüş olur. Bunun dövründə deyirik ki, Fələstin, Suriya, Finikiya, Misri birləşdirilir. Baxın, 1-ci Tutmosda Fələstin, Suriya var idi onsuz da. Əlavə olaraq bu Finikiyanı da tabe eləyəcək, yəni 3-cü Tutmos. Yəni bu 3-cü Tutmos yenidən tabe edilən şəxs sayılır həmin əraziləri. Fələstin və Suriyanı idarə etmək üçün 3-cü Tutmos canişinləri təyin edəcək vəzifəyə. 3-cü Tutmos öləndən sonra deyəcəyik ki, Misirin ön Asiyada, yəni Fələstin, Suriya, Finikiya zonasında və Aralıq dənizinin şərqi deyirik ki, biz buna ordu mövqeyi zəifləmiş olacaq. Daha sonra digər bir şəxs 2-ci Ramzesdir. O da 2-ci minillikdə yaşayır. Əsr baxımından 13-cü əsr götürülür. Onun hakimiyyətə gələndə gördüyü ilk iş olur ki, Afrikada olan üsyanları yatırır. Ən birinci bunu edir. Sonra isə Hitlərlə müharibə aparır. Hitlərlə müharibə aparmasının səbəbi odur ki, Suriya uğrunda bunlar mübarizə aparacaqlar. Suriyanın bayaq sizə yerini xəritdə göstərmiş oldum. Müharibədə əslində heç bir tərəf qələbə qazanmır və əslində biraz üstünlüyü Misirdə qala bilir deyirik. Kadeş müqaviləsi 1286-cı ildə eradan əvvəl bunlar arasında imzalanacaq və Kadeş müqaviləsi bizim üçün çox vacib bir müqavilədir. Çünki Kadeş müqaviləsi tarixdə ilk yazı sülh müqaviləsidir. Bəzən xronoloji suallarda Kadeş müqaviləsinin adının yerinə bu yazılır. İlk yazı sülh müqaviləsi nə vaxt olub? Bir də müqavilənin şərtləri düşmüş olur sizə. Fələstin, Finikiya, Misirin hakimiyyəti altına keçmiş olur, amma Suriyanı bölürlər. Suriyanın cənubu Misirdə qalır, şimal Seyiddə. Bunu belə deyək, qarışdırmamaq üçün nə edirik? Xəritəyə qaydırıq. Baxın, Suriya ərazisini görürsünüz. Suriyanı mən belə xətt çəkib bölsəm, normal olaraq xəritəyə baxanda şimal yuxarı, cənub aşağıda düzdür. Şimal Suriya Hetdə qalacaq. Çünki ərazi baxımından Hetə yaxındır şimal isə. Cənubda avtomatik Misrə yaxın olduğu üçün Misirdə qalır. Yəni bunu əzbərləmənizə ehtiyac yoxdur. Bir də ki, tərəflər bir-birinə yardım eləməlidir. Belə bir maddə də var Kadeş müqaviləsində. Bəzən testlərdə Kadeş müqaviləsinin şərtlərini soruşanda yazırlar ki, Hitlər Misirə xərac verməlidir. Elə bir variant yoxdur. 3 dənə bəndiniz var. Bundan əlavə bir bənd öyrənmirsiniz. Daha sonra 2-ci Ramzes müharibədən sonra bir isə tədbirlərlə məşğul olmuş olur. Müharibədən sonra abadlıq quruculuq işlərini aparır. Suvarma sistemlərini bərpa etdirir və yeni suvarma sistemləri saldırır. Daha sonra paytaxt saldırır, yeni paytaxt şəhəri. Buna da Fiv deyirik biz. Yəni eradan əvvəl 2-ci minilliyə qədər paytaxt Memfis olur. Amma eradan əvvəl 2-ci minillikdə paytaxt olacaq Fiv şəhəri. Amma 2-ci Ramzes öləndən sonra artıq Misirin Anasiyada mövqeyi yenidən zəifləmiş olur. Birinci dəfə zəifləmişdi 3-cü Tutmosun dövründə, ikinci dəfə zəifləyəcək məhz 2-ci Ramzes öləndən sonra. Sonra eradan əvvəl 1-ci minilliyin əvvəllərində hakimiyyət uğrunda deyirik ki, Misirdə mübarizə başlayır və mübarizənin nəticəsində təbii ki, Misir zəifləyir, ərazisinin bir qismini itirir, ayrı-ayrı hissələrə parçalanmış olur və hakim suallar tez-tez dəyişir deyirik.
Daha sonra Misirə olan xarici hücumlar öyrənərik sizinlə. Deməli, birincisi eradan əvvəl 525-ci ildə deyirik ki, Əhəməni hökmdarı 2-ci Kambiz Misirə hücum eləyir və Misirlə Əhəmənilər arasında Perisiya döyüşü baş vermiş olur. Perisiya döyüşü nəticəsində deyirik ki, Misir işğal edilib əyalətə çevrilmiş olur və Misir öz müstəqil dövlətini itir. Digər bir hücum isə eradan əvvəl 332-ci ildə olur və deyirik ki, İskəndər Misri müqavimətsiz bir şəkildə tutacaq. Yəni heç bir müqavimətə rast gəlmir. Eradan əvvəl 30-cu ildə deyirik ki, Misir Roman əyalətinə çevriləcək və o zaman Roma imperiya rejimində deyil, bu həyatda saxlayan. Roma onda respublika idi. Daha sonra baxırıq sizdən mədəniyyətin izahına. Və Misirin ilk yazısı şəkil yazdı. Şəkil yazı, yəni piktoqrafikdir. Bu həm Misiri, həm də Şumer üçün keçərli səbəbdir ki, olan ilk yazısı məhz olubdur. Şəkili yazı və eradan əvvəl 4-cü minillikdə formalaşır. Amma özləri sonradan hieroqlif yazıdan istifadə edəcəklər. Biz də hieroqlifə müqəddəs işarələr deyəcəyik. Cari təhsil sisteminə. Təhsildə deməli kahinlər idi, məmurlar idi, dəftərxana işçiləri ki, bunlar ən savadlı insanlar idi. Sonra təhsildə uşaqlara hieroqlif yazırdı, hesab idi. Ən çox da həndəsə öyrədilirdi. Qızlara musiqi, rəqs, evdarlıq öyrədilirdi. Amma dərsini oxumayanları təbii ki, cəzalandırırlar. Cəza sistemi misal üçün keçərli bir səbəbdir. Yazı vasitəsi kimi isə bunlar papirusdan istifadə edirdilər. Yəni yazını papirüsün üzərində yazırdılar. Amma əlavə daşdı, ağacdı, dəridə onların üzərində də yazı yazırdılar. Sonra gəlir astronomiya. Astronomiyada deyirik ki, kahinlər günəşlə ayın tutulması vaxtını dəqiq bilirdilər. Ulduzlu göyün xəritəsini, yəni ulduz xəritəsini tərtib etmişdilər. Günəş və su saatı yarada bilmişlər və testlərə günəş qum düşür və ya su qum düşür, o səhvdir. Günəşlə su olmalıdır. Sonra Nil daşqınlığına görə bunlar təqvim yaratmışlar. Təqvim də bizdə olduğu kimidir. İl 12 ay idi, yəni 365 gün, hər ay 30 gündən ibarət idi. İl sonuna 5 gün əlavə edib onu bayram kimi qeyd edirlər. Bir də bunlarda il 4 aydan 3 mövsümdən ibarət olub. Yəni daşqın, əkin, məhsul. Bunu da nəyə əsasən deyirik? Daşqın yəni Nil çayı daşır avtomatik olaraq. Torpaq yumşalır. Onu əkirlər, əkindən sonra məhsul götürürsən, düzdür? Ancaq daşqın, əkin, məhsul aiddir bunlara. Sonra həndəsə. Bunlarda daha çox riyaziyyat yox, həndəsə inkişaf edib. Bunun da səbəbi piramidaların inşasıdır. Məsələn, Şumerlərdə riyaziyyatı inkişaf edib, Misirlərdə həndəsə. Üçbucağın, dairənin, trapeziyanın sayəsini ölçə biliblər. Həcm ölçüsünü müəyyən edə biliblər. Onluq hesablamadan istifadə edə biliblər. Bu Şumerlərdə də var. Onluq hesablamadan istifadə həm Misir üçün səciyyəvidir, həm də Şumer üçün. Sonra gəlir tibbə. Bunlar ilk dəfə sadə cərrahi əməliyyatlar apara biliblər. Testdə bu söz düşür həmişə. Göz diş xəstəliklərini müalicə edə biliblər və ilk dəfə mumyalama adətini də bunlar elm aləminə gətiriblər. Sonra dindən danışırıq. Din baxımından bunlar çox tanrılı olub və bütpərəst olub. Məhz çox tanrıçılığa baxırıq. Baş tanrı bunlarda Amondur, günəş tanrısı Ra'dır. Günəş tanrısı da artıq kitablarda yoxdur. Belə yadda saxlasazlar, saxlamasazlar. Misirdə verilən digər adlar var. Ehramlar ölkəsi, daha çox ehram inşa edildikləri üçün Qızıllı ölkə, Nilin tövbəsi. Qızıllı ölkə qızılla bağlı deyil ha. Buğda yetişdirdiklərinə görə onlar Qızıllı ölkə hesab olunur. Bir də nəyə baxırıq ən son olaraq? Deyirik ki, bunlarda eradan əvvəl 3-cü minillikdə artıq ehramlar inşa olunur. İlk piramida, ilk pilləkən formalı piramida Zoserə məxsusdur. Ən hündür piramida isə Xeopsa məxsusdur. Əlifba sırasında əldə saxlayan ki, C əlifbada əvvəldir, yəni ilk ona məxsusdur. Xeops daha sonradır, yəni ən hündür odur. Sfinks belə deyək, simvolik bir memarlıq nümunəsidir. Mənasız əşyalara da deməkdir. Amma başı insandır, bədəni heyvan. Əsas başdan yadda saxlayın ki, insan olub başı. Bir də Obelix. Bu bəzən testlərdə qarşınıza çıxacaq, bəzən yox. Çıxardıblar əslində nəşrdə, amma bəzən testlərdə olur, yəni saxlamışam konspektdə. Obelix fironların şərəfinə ucaldılırdı. Testlərdə bəzən yazırlar ki, tanrının şərəfinə, o səhvdir. Zikkuratlar tanrının şərəfinə inşa olunur. O da ki, Şumer mövzusundadır, bu mövzuda deyil. Daha sonra incəsənət məsələsinə gəlir. Bunlar əsas yeri heykəltaraşa tuturdu. Yəni insanlar firon hakimiyyətinin möhkəmlənməsi üçün daha çox heykəltaraşlıqla bağlı ehramlar inşa ediblər deyənə bu sahələrdə daha çox inkişaf edib deyə bilirik. Deməli, Misir mövzumuzda izahı bu qədər.